aktiv bir insandır. Bizi ekran arkasında eşidir. Bəli. Üçüncü yaxşı işdir. Amma İlhan da cavabını verir. Bu başa dəysəydi çox pis olardı. Çiynə dəyib. Zərbə. Məncə mənə elə gəlir, yoxsa Məhəmməd Əli doğrudan tempo yüksəlib. Bəli, İlhan biraz yorulmağı bilinir. Udarları, sürəti biraz azalıb gördüyünüz kimi. Bəli, zərbələr biraz elə sürətlə Güləş biraz adamı yoran bir şey. Onu bilmirəm. Amma İlhan indi biraz vaxt uzatmaq istəyir və rəqibi partıra keçirdi. Çox belə və yenidən dirsəklər maraqlı partıra keçirmək olub o, amma Məhəmməd Əli yenə dirsəklərdən istifadə edib İlxana çox böyük bir Tony Ferguson kimi. Bəli. Fikir verirsinizsə, heç Məhəmməd Əli bu vəziyyətdə daha aktivdir və yaxşı zərbə keçirə bilərdi İlxan. İlxandan qüvvətli zərbələri biz izləyirik, amma yenə də pressing Məhəmməd Əli tərəfindədir. İlxan geriyə çəkilir və Məhəmməd Əli onu güncə salmağa çalışır. Vurub getmək bəlkə də bu yaxşı bir şeydir. İnanırsan, bu cür antropometriyaya qarşı geriyə çəkilmək biraz təhlükəlidir. Çox təhlükəli. Çatar. Akrobat kəsilir və yenidən sol yumruğu işə salır Məhəmməd Əli Osmanov. İlxan takedown eləməyə çalışdı, amma alınmadı və yenə də üstün pozisiyanı Məhəmməd Əli götürür. Döyüş partıra keçir, yoxsa yox? Əli belində olduğuna görə götürmək qoymur İlxan Əsənov. Amma burada Məhəmməd Əli başlayır. Böyrələrə zərbələr endirir, çox pis zərbələrdir o. Keçir indi arxa pozisiya və oradan yenidən zərbələr gəlir. Və bəlkə dirsəklərə görə gördüyünüz kimi İlxanın başı qalır. İlxanın vəziyyəti çox pisdir hal-hazırda. Bu, əgər çempionluq döyüşü olmasaydı, kəmər döyüşü olmasaydı, referi saxlayardı döyüşü mütləq. Amma qaydalara görə... Və gördüyünüz kimi like göstərir. Bəli, İlxan deyir ki, hər şey yaxşıdır. İlxan bu vəziyyəti bəyənir, qayıtlayır. Amma bu vəziyyətdə çox qalmaq olmaz. Bu pasif guard sayılır, pasif müdafiə, o da çox təhlükəlidir. Referi döyüşü saxlaya bilər. Böylələrdən zərbələr edir. Bəli. Məhəmməd Əli Osmanlı hücuma keçdi və bir tərəfli döyüşdü, həqiqətən bir tərəfli döyüşdü indi. İlxan dincəlir, çalışır biraz istirahət eləməyə və döyüşü davam eləməyə. İlxan çox ağır vəziyyətdədir. Oradan çıxmalıdır, maksimum dərəcədə bacarmalıdır ki, bu vəziyyətdən çıxsın. Bəli, korpusu zərbələr endirir Məhəmməd Əli. Dizlə zərbə. Diz zərbələr olur. Rəqibin dözümlüyünü yavaş-yavaş zəiflədir. Mən sənə deyim, İlxan çox dözümlüdür. Çox maraqlı bir fən idi, amma təpi çatmadı hədəfə. Biz tək qapı görürük hal-hazırda. Bəli, bu round... Bəli, bir tərəfli rounddur hal-hazırda, amma mən sənə deyim, Məhəmməd Əli də görülür. Çox yorulur, çox güc sərf edir Məhəmməd Əli. Korpusa vurur və bloka vurur çox. Çox ağır döyüşdür, çox həddindən artıq gərgin döyüşdür. Məşqçilər də gözləyir ki, nə olacaq bu döyüşün axırı. Bəli, çox maraqlı. Mən sənə deyim, Azərbaycan MMA tarixində ən maraqlı döyüşlərdən biri izləyirik biz. Həqiqətən. Əsl çempion döyüşü. Bəli. Bizim lokal turnirlərimizdə ən maraqlı döyüşlərdən biridir məncə bu. İlxan dursaydı daha yaxşı olardı bu vəziyyətdə. Çətindir, yorulub İlxan. Hər ikisi yorulub, amma onun yorulmağını gördüyü Məhəmməd daha aktivləşir, belə demək olar. Bəli. Həqiqətən, belədir. Son 30 saniyə. İlxan Əsənov təslim olmaq fikrində deyil. Amma yenə də göstərir ki, hər şey yaxşıdır. Hər şey yaxşıdır, bəli. İndi baxaq, 4-cü raund bitirəcək, yoxsa yox. Amma ayağını o və bu. Bu da güc sərf edir. Güc sərf edir, amma güc qalmır. O zərbə çox buraxdı, udar çox buraxdı. Məncə İlxan Əsənov döyüşdən sonra öz böyrələrini yoxlatmalıdır. 100%. Dizlə zərbə. Və 4-cü raund beləliklə başa çatdı. 5-ci raund.